evli kişi ilə gəzənlər. Dünəndən keşfetimdə bir dənə video fırlanır. Hara fırlayıram, cürbəcür videolar çıxır eyni temada. Ad çəkməyəcəm, amma hər iki xanımı da həqiqətən izləyirəm. Çox sevirəm onları, izləyirəm də. Çox sağ olun. Çox sevərək də izləyirəm. Baxın qızlar, mən boşanmış bir qadınam və 18 ildən sonra ailəmdən ayrılmışam. Səbəbləri var, səbəbsiz heç nə yoxdur bu həyatda. Amma mən öz doğmaca övladıma, zakslı, kəbinli övladıma institutda oxuyur deyə atasına müraciət elədim ki, institut pulun bölək. O razı olmadı, vermədi. Və gedib müraciət elədim müəyyən qurumlara. Dedilər ki, əgər bir uşaq 18 yaşın keçibsə, həddi buluğa çatıbsa, ata könüllü olaraq onun institut pulunu verə bilər. Könüllü. Yəni bir zakslı, kəbinli ata könüllü olaraq övladına baxmırsa, onun kefinə düşəndə baxacaq, kefinə düşəndə baxmayacaqsa, valla zaksız övlad dünyaya gətirməyi mən tərcih edərdim. Çünki ətrafımda görürəm ki, zaksı olmadan yalnız kəbin vasitəsilə ailə quranlar var və çox da xoşbəxtdirlər. Demək ki, bir insan mənə də aiddir. Mənim yanımda xoşbəxt olmayıb və mənim ərim gedib başqa bir qadından uşaq doğuzdurub. Demək ki, o qadından xoşbəxtdir. Hə, mən onu məcburi yanımda saxlaya bilərdim. Necə? Baxın, biz ayrılanda qardaş evə qoymadı. Bacı üz döndərdi, ana üz döndərdi, ata üz döndərdi övladından. Amma mən gördüm ki, onlar üz döndərib. Bunun da üzü bəri tərəfə, mən tərəfə gəlir. Düşündüm ki, yox, onlar bundan atqaz elədiyi üçün mən tərəfə gəlir. Hələ də ki, pulu atası versəydi, maddi cəhətdən atası, qardaşı filan baxsaydı, daha da çox mənə gəlib yalvaracaqdı. Mən onu azad buraxdım. Çünki məcburi bu həyatda heç nə yoxdur. Və həmin xanım da kəbinmi kəstiribmi, kəbinsiz bir yerdə olub, 2 uşaq dünyaya gətirib, həqiqətən də o onun halalcı arvadı sayılır bacı. Atalığı veribmi? Verib. Halalca da uşaqlarıdır. Bəlkə də halal uşağından da çox o uşaqları eləyib. Ona görə ay bacı, takılmayın o kağız parçasına. Dövlətimiz sağ olsun, Allah dövlətimizin canını sağ eləsin. Qadınlar üçün bir garanti talonu hazırlayıb, o zaks kağızımızdır bizim. Boşananda düzdür, mən yararlana bilmədim. Boşananda o garanti talonundan ev əldə edə bilirsən, maşın əldə edə bilirsən, pul əldə edə bilirsən, aliment ala bilirsən, düzdür, mənə aid deyil onlar. Amma yəni garanti talonunda sağ olsun dövlətimiz, Allah dövlətimizin canını sağ eləsin, ömrünü uzun eləsin. Həmişə demişəm, deyəcəm də, yaxşı ki var. Amma, yəni kəbin, bu vaxtı aybacı zaks var idi, qurban olum. Peyğəmbərlərimiz belə 4 dənə, 5 dənə arvadı kəbinlə alırdı, onda haram idi. İnanmırsınızsa əgər elə şey, indi niyə namaz qılırsınız? Düzdür, orada bir başqa bir mövzudur, mənlik deyil, çünki mən bilmirəm, din haqqında heç nə deyə bilmərəm, sadəcə olaraq eşitdiklərimi deyə bilərəm. Ay bacı, gedin oturun öz işinizlə məşğul olun, cəmaatın həyatı ilə nə işiniz var, kim neynədir, nətər elədi, harada oldu, necə oldu. Kişi razıdır, qadın razıdır, bu həyatda heç nə məcburi deyil, ay cadudur, ay pitidir, ay zırtdır, ay pırtdır, bunlar göp söhbətdir. Bəzi mutilşik kişilərin uydurduğu bir böyük bir yalandır, bəzi qürursuz qadınların da özlərinə təsəlli verəcək bir yalanıdır. Heç kimin yanında məcburi qalmır, sevərək və istəyərək qalır.